Tatlıdır. Tatlıdır. Salam. Bugün sizə birlikdə məşhur Spoonful tatlısını eləyəcəyik. Kəşfətimiz salmadı bir sürü. Mən də artıq benzin alama dedim ki, gəl bunu eləyək, onu dedi yaxşı. Bu elədiyimiz qarışmanın içine nə vurursan? Lütfen deyə bilir misin? Sütdür, şəkər tozu, vanil, yumurta, bir də mısır unu da, nədir o? Hələ mısır unu, dostlar, onlardan vurduq və qatlaşana kimi bu kıvama Soyana qədər bəli. Gözlətdik. İndi buraya Yəni bu kıvama gələnə kimi qarışdırmalısınız durmadan. Məşhur şey bunu içində şey eləmək, yalamaq. Malzəməmiz bu dankeş. Bunlar bu olmasa da olar, amma biz bundan işlədirik. Hamısı bir də qaymaqdır. Belə gördüyünüz kimi qaymağı da belə. Yarısını əlavə edirik. Hamısını yox yəni. Yarısını da əlavə eləyəcəyik şokolata. Şokolata mı? Alpengol almışam. Alpengol'unu göstərəcəm. Aha, все. Bir de Alpengol almış. Bax bu şokolat nə idi? Şokolat marka deyil yəni. Etməmiş. Dankeşlərimizi atırıq. Ben baxma görüm. Bunu sizin də bişirə bilərdim. Nasıl hazır aldım. Hazır. 2 manat 20 qəpik. Bahadır. Bütün marketlerde var. 150 qramdır. 2 manat 20 qəpik. Bir aparatımıza verəcəyim, onu qarışdıracaq. Sizi gör bağış. Şimdi bunları əzəcəyim kalıba. Sonra stəkanın arxası ilə onları düzləşdirəcəyim. Bu forması kimi bir şey oldu. Ve bazı qablarını da biraz eləyirik. Bizdə kek çox olduğu üçün bazı qabları da qoyduq. Bu stəkanların arxalarını belə döyürük gördüyünüz kimi. Pürüzsüz olmalıdır. Ki şeydi o krema tökəndə dağılmasın. Kek hem dağılmasın hem qatışmasın. Kıvamımız belədir. Yəni bunu o keksin üzərinə dökəcəyim. Dadına baxdım dostlar. Şəkəri qəşəngdir. Yəni bu bir içə krema vurmalısınız, önəmlidir. İkinci paketimizi açırıq artıq. Belə. Mən çox eləmişəm. Çox adam istəyər, az eləyər. Bir dənə alar. Mən amma ikisini aldım çünki bazı qablar delirdik. Bəli. 3 dənə də belə elədim. Belə. Yapıştıraq. Bu biraz keksimiz yağlı olduğuna göre biraz zor kıvam alır ama bunu çok əzməlisiz elədik. Bu hazırdır. İndi anam üstə tökür. Çox dəhşət dadlıdır da kremamız. Mən belə bir şey eləmişdim. Magnolia. Aa, Magnolia. Bu ondan deyil ki. Yo, bu gözə keksdən. Onun üçün çiçəyə zad qatırdın. Ama ben istəyən zövqü bunun banan falan qata bilər içinə. O Magnolia'nın altı bütün kremaydı. Bu içinde şeyler var. Onun içine şey katırdık. Yani eti böldüğünde onlardan. Eyni şey diye. Magnolia diye bu. Magnolia diye ama bunun içine keks katırsan da. Onun içine şey eti böldüğünde onlardan bəli. İndi yeşil qabı koyduk. Ay sonra eləmirlər ya ana. Bunu bir qabı birdən tökürsən sonra yayırsan. Mən belə tökəcəm. Hər şeyi sərgələmək lazımdır aynen. Belə. Şimdi bunu yayırıq belə gördüyünüz kimi. Eğer bu olmasaydı bu şeydi ne deyirlər ona keksin üstünde yayılacaqdı. Ama bu belə gördüyünüz kimi kalıp kimi qaldı ortada. Belə oldu. İndiki sıradakı aşamamız şokolata əritmə aşamasıdır. Ama neni şeydi? Ne? Qaymağı tökəcəm, şokolata tökəcəm üstünə. Əridəcəm. Şokolatımızı açıq çox ayrılmam. İndi anam kremanı hələ tökmək işindədir. Biraz da indi bunu kremanın içinə şokolatı qatacağım və ərdəcəyim. Anam nə edirsə mən tam. Qaymağı qızdırıb şokolata tökəcəm içinə. Niyə qaymaq qızdırmaq lazımdır? Şokolata əritsin deyə. Bəli, belə. Belə göstərir. Keksdən. Bu da çox qəşəng olub. Şokolat tökücüsü ama bu qalma şokolatlardandır belə. Bunlardandır. Dostlar qaymaq belə göstərir. Çox şey eləmirəm çünki əlimi tutmamışım. Belə. Şokolatı şey eləmə aşamasındayıq. Yəni şokolat şu an içində əriyir. Belə.
Ya süt tökür. Niye tökürsən iş? Ne bileyim. Kıvamlı şey olsun. Akışkan olsun, bəli. Bəli, indi şokolata etmişik, belə gördüyünüz kimi. İndi tökürük bura. İnşallah yeter. O yetti ki. Hızla çok eş olacak. Məncə də yəni. Altı sütlü indi yayırıq dostlar. Bunu əslində 2 dənə alpenqol almaq lazımdır. Çox elə bunlara getdi ana. Balacalara. O yüzden böyle çok satmadı. Ama hiç olmaz. Önemli olan benim tasarımım. Bəli. Benim tadına bakalım. Yayırıq. Belə anti fıstığı satacağım. Çok güzel gösterir. Çok sattım ya. Gördüğünüz kimi. Belə. Bu küçük bu ise Burfer XX'lar. Bəli, belə olub. Necə olub? Akışkan təbii ki, joli gibi. Ama biz bunu soyucuda 2 saat bekleteceğiz dostlar. Belə. Koyuruq soyucuya 2 saat gözləməlidir burada. Özünə gəlsin. Tez-tez dalga verirlər. Hamınıza salam çıxdı başlamışım. Neyse. Hamınıza salam. Bugün sizinle birlikte eminim ki sizin de bizim de keşfetimizi salmayan o sponfula ettik dostlar. Yani her baxıram, her yerde bundan edirlər. Artık biz de elədik. Baxaq görək dad necədir. Bundan sonra da keşfetimiz salar inşallah. Ben size bir de bunun tadına baxırıq. Həmişə mən dayana bilmirdim, indi bacım dayana bilmir. Neyse getdik. İçi belədir. Tatlıdır. Tatlıdır. Tamam. Dostlar, bence abardırlığı kimi var. Çok tatlıdır. İçindeki şokolatın yoğunluğu da çok qəşəngdir. Biz artıqdan üstüne kakao da səpdik və buzluğa en azı 1 saat dondurduq. Ben de size elə kimi tez yemeyin çünkü isti olduğu için dadını hiss eləməyəcəksiniz. Ama soyuq elədikdə yayda çok şəkildə yayda. Yani tam adamı sərinlədir. Neyse. Biz bunu yeyib qutamayaq. İndi şöyle qalsın. Videomuz həmişə kimi kısa oldu çünkü artık tadına bakıp size deyirik. Yani. Ama yapılışını çəkmişik ondan. Dostlar bu videoyu söyleyeyim. Biz heç vaxt yanını danışmırıq. Yani təşkildə gördüğümüz için ay bunlar qəşəng və bizə qəşəng deyil deyə bir şey yoxdur. Çox qəşəngdir. Siz de eləyin, dadına baxın. Bəli, siz sevirəm. Bay bay, bu arada kanala abunə olun. Bizi 2 kayası sevinərik. Öpdük, bay bay.